310 manat pensiya alıram. Kartofun kilosu 2 manat. Pomidor 2 manat. Bazarlarda kartofun qiyməti kəskin artıb. Satıcılar deyir ki, bahalaşma mövsümlə əlaqəlidir. Təzə kartoflar çıxıb. Köhnə kartoflar az qalıb, elə bir biraz türk qalıb. Məsələn, Pakistan kartofları, bunlar Pakistan kartofları. Gələn Sabirabad kartoflardır, bu dəqiqə qiymət düşür aşağı. Hər gündəlik qiymət düşür. Bu dəqiqə 1.30, 1.50, bu dəqiqə ilə hətta 1.30'a da qoyurlar. Alıcılar isə deyir ki, aldıqları maaş bazar qiymətinə uyğun deyil. Bu illərin qiymətlər çox bahadır, hamısı narazılıq edir. Keçən il buna baxanda hər şey ucuz idi. Heç nəyə yaxın durmaq olmur. Kartof indi qabaqca xarici kartoflar gəlirdi. İndi yerli kartoflarımız çıxırdı, Sabirabaddır, Cəlilabaddır. Şükür, yaxşıdır. Yəni klientlər də qane. Qış aylarında baha olduğunu indi ucuzdur, qiymətlər düşür. Kəndiyə sərf eləmir, gətirib versin. Elə bir sistem yaratmalıdır ki, elə ki SSR'də olduğu ki belə. Oradan kartof getirsin, yetiştirsin, kendi bilsin ki yetişen kartofu alıcısı var. Bu kartoflar Gədəbəy kartofudur, öz məhsullarımızdır. Mövsumun sonu olduğuna görə qiymətlər nisbətən yəni ona görə biraz fərqlidir. Yeni məhsullar çıxır, qiymətlər ucuzlaşır. Bir həftə, 10 günə qiymətlər tam münasib olacaq. Bax, köhnə kartof, Gədəbəy kartofu 1 manat 50 qəpikdir, bu yeni çıxan kartof 1 manatdır. Heç Türkiyədə qaz neft yoxdur. Qaz nefti bizdən alırlar. Bizə məhsul verirlər. Bizim özümüzdə şərait yaratmırlar ki, cəmaət istehsal eləsin. Ancaq generallarındır. Məsələn, kəndçini yoxdur. Kəndçinin onun şəraiti yoxdur. Get kətdə adam tapırsan, kətdən çıxıb gəlib şəhərə. Axşam çıx şəhərə, Bakıda ayaq basmağa yer yoxdur. Hamısı kətdən iş yeri yoxdur. Şərait yaratmırlar. Torpaq qalıb boş. Kəndin o çox torpağın imkanlı adamlar alır. Bizdə torpaq yoxdur kartof əkməyə. Kartof Pakistan kartofudur. Bax, o kartof Pakistandır. Bizdə kartofa yeri yoxdur ki, imkan vermirlər, şərait yaratmırlar. İqtisadçı Natiq Cəfərdinin fikrincə, bahalaşmaya dizelin qiymətinin artması səbəb olub. Əslində bunun səbəbləri çoxdur. Birinci səbəb ondan ibarətdir ki, keçən ilin yay aylarında bilirsiniz ki, bizdə dizel yanacağının qiyməti 25% artdı. 80 qəpikdən 1 manata çıxdı və kənd təsərrüfatı məhsullarının istehsalında, daşınmasında dizel yanacağının çox ciddi payı var. Ona görə keçən ilin eyni dövrü ilə müqayisə etsək, keçən il məsələn aprel aylarında, may aylarında qiymət hələ 80 qəpik idi dizel yanacağının qiyməti, yay aylarında artdı. Və o qiymət artımı istər-istəməz istənilən kənd təsərrüfatı məhsulunun səpilməsinə, yığılmasına təsir göstərir. Milli Məclisin deputatı Razi Nurulayev isə kartofun bahalaşmasını son illər Azərbaycanda əkil sahələrinin azalmasında görür. Azərbaycanda kartof əkimi ilə bağlı sahələr azaldıldı. Bax, adi keçən il, yoxsa o biri il idi. İnsanlar Cəlilabadda kartoflarını yol qırağında götürüb səpirdilər ki, heç nədir, kim gəlib havaya aparsa. Başqa ölkələrdə də görürəm ki, qiymət artımı var. Yəni kartof və soğanda qiymətlər artıb. Və demək ki, o qiymətlər artdığına görə də Azərbaycana idxal olunan məhsulların da qiymətində artım təbii ki olacaq. Bütün dünyada kartof artırsa. Çünki Azərbaycan özünü cəmi 20-25% kartofla təmin edə bilər. Yəni daxili məhsulumuz. Ötən ilin əvvəlində Azərbaycanda kartofun qiyməti 60-70 qəpik olub. Bu il isə 1.20-2 manat civarında dəyişir. Qiymət artımı əsasən aşağıdakı səbəblərlə əlaqələndirilir. 2025-ci ilin əvvəlində kartof əkilən sahələrin 15% azalması, xarici ölkələrdə idxalın azalması, nəqliyyat və yanacaq xərclərinin artmasıdır.